Qısa zamanda ingilis dilində danışmaq istəyirsən, elədirsə məni dinlə. Mən onlarla tələbədə eyni şeyi gördüm. Əslində problem dili başa düşməməkdə deyil, onu yanlış üsulla öyrənməkdədir. Bu videoda sənə ingilis dilini necə asan, sürətli və effektiv öyrənə biləcəyini qısaca göstərəcəm. Öz təcrübəmə və peşəkarlığıma əsaslanaraq ilk növbədə bunu deyə bilərəm ki, söz əzbərləmə. Sözü mənimsəməyə və öyrənməyə çalış. Bunun üçün isə sözü müxtəlif cümlələrdə işlət. Söz əzbərlədiyimiz halda həmin söz bir neçə gün sonra tamam unudulub gedəcək. Amma öyrəndiyimiz, mənimsədiyimiz və cümlədə işlətdiyimiz halda daim sözü daha yaxşı qavramış olacaq. İkinci növbədə hər şeyi mövzu və sistemli öyrən. Öyrəndiyin sözləri dərhal danışıqda istifadə et. Bu beynin informasiyanı daha tez qəbul etməsinə kömək edir. Və üçüncü qaydamız. Qrammatikanı quru qayda kimi deyil, real cümlələrlə öyrən. Daha çoxunu bilmək və zaman itirmədən ingilis dilində danışmaq istəyirsənsə, dərslərimə qoşula bilərsən.